Paytaxt sakini evini müvəqqəti yaşamaq üçün verdiyi keçmiş Füzuli sakinindən geri ala bilməyib və nəticədə ərazi plana düşərək sökülüb. Söküntüyə görə də kompensasiya ona deyil, keçmiş məcburi köçkünə ödənilib. Xətai rayonu Kamandar Əhmədov küçəsindən qaynar xəttimizə daxil olan şikayəti əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb. Hamının kompensasiyasını ödədilər bala, məndən başqa. Mən üzə məcburam burada ya butka qoyam, ya gətirəm, çadır quram, burada yaşayam. Tahirə Fərəcova evinin qanunsuz zəbt edildiyini və sənədlərinin saxtalaşdırılaraq söküldüyünü iddia edir. Deyir ki, Xətai rayonu Kamandar Əhmədov küçəsində yerləşən 2 evindən birini 1997-ci ildə Zümrüd Səfərov adlı ailəyə müvəqqəti yaşamaq üçün verib. Allahdılar. Zülfəli müəllim, Etibar müəllim, Teymur müəllim. Hamısı əlbir oldular, mənim pulumu yedilər. Bir neçə il öncə Xətai rayon İcra Hakimiyyəti tərəfindən sözgedən ünvanda yerləşən evlərin söküləcəyi qərarı verilib. Fərəcovlar ailəsi də keçmiş məcburi köçkün olan Zümrüd Səfərovadan evlərini boşaltmaq istəyiblər. Qaçqınlıq dövrü idi. Qonşumun atanası Füzuli rayonundan qaçqın gəlmişdi. Biz öz razılığımızla verdik onlara ki, müvəqqəti yaşasınlar. Elə ki oldu, biz evlərimizi sənədləşdirək, özəlləşdirmək istəyəndə bu qonşular razılıq vermədilər. Biz onları heç cür evimizdən çıxarta bilmədik. Nabarat onlar bizi məhkəməyə vermək, ora-bura qərarımızı ləğv etdirmək. Şahidçi iddia edir ki, o nəinki evini geri ala bilib, heç aidiyyəti qurumlara həmin evin ona məxsus olduğunu sübut edə bilməyib. Bəli, evdə gedib kompensasiya. Mən evimin kompensasiyasını istəyirəm. Tahirə Fərəcovanın sözlərinə görə 2 otaqlı 35 kvadratlıq evinə görə ödəniləcək 94 min manat kompensasiyanı Xətai rayon İcra Hakimiyyəti ona deyil, evində müvəqqəti yaşayan Zümrüd Səfərova ödəyib. 2 il öncə bu ərazidəki evlər park salınması məqsədi ilə söküldü. Burada yaşayan 150 sakinə kompensasiya ödənilərək köçürüldü. Yalnız 49 saylı mənzilin sahibi Fərəcova Tahirədən başqa. O iddia edir ki, onun evinin kompensasiyası müvəqqəti evində məskunlaşmış Füzuli sakininə ödənilib. Ev plana düşəndə mənim bir mənzilimin kompensasiyasını verdilər. Sonra mən getdim, dedim, Zülfəli müəllim, mənim 49 nömrəli evimin kompensasiyası nə olacaq? Dedi, bacı, narahat olma. Vallahi qardaşını sentyabrın 25-də müqaviləyə çağıracağım. Tahir müəllimə ödənəcək. Kimə ödənildi? Onların dediyinə görə qaçqına ödənilib, bilmirəm. Xətai rayon İcra Hakimiyyətindən isə bildirildi ki, mübahisəli olan o Kamandar Əhmədov 49 isə bəli, vaxtı ilə rayon İcra Hakimiyyətinin sərəncamı ilə 2008-ci ildə ailə tərkibinə görə verilmişdir. Amma məsələ burasında ki, sonraki zamanlarda Xətai rayon məhkəməsinin 2010-cu ildə isə məhkəmə 49 nömrəli mənzilə olan sərəncam ləğv edilmişdi. Ona görə də orada da məcburi köçkün deməli məskunlaşmışdı. O da faktiki yaşadığına görə orada kompensasiyalar ödənən zaman faktiki olaraq adamın orada yaşadığına görə ona ödənilmişdir. qeyd edək ki, sözgedən ərazidə sökülmüş evlərin yerində böyük ərazidə park salınacaq. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.